Həyəcanlı, ən diqqət edilməsi gərəkən məqamlardan biridir və elə biz də bugünkü studiya qonağımız təhsil məsələləri üzrə ekspert Elxan Nəcəfovu studiyamıza dəvət etdik ki, ixtisas seçimi necə olmalıdır? Abituriyentlər ən çox nədə səhvliyə yol verirlər? Yüksək bal toplamış, 300, 400, 500 bal toplamış, daha sonra səhv ixtisas seçdiyinə görə tələbə adını qazanmayan yüzlərlə, onlarla abituriyentlər var ki, bu xətaları da etməmək üçün biz bu mövzunu bugün müzakirəyə çıxartdıq. Elxan müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Təbii ki, bugündən etibarən artıq ixtisas seçimi başladı. Müraciətlər varmı? Yəni, ixtisas seçimini abituriyentlər, valideynlər necə etməlidir ki, səhvliyə yol verməsinlər? Çox sağ olun. Mən ilk öncə bu qəbul imtahanlarında uğurlu imtahan vermiş, yüksək nəticə göstərmiş bütün abituriyentlərə əvvəlcədən təbrik edirəm. Və sözsüz ki, uğursuzluğa uğramış olan şagirdlərimiz də biraz əzmkarlıq, biraz da öz prinsip arxasında daha önəmli getməyi arzulayıram. Qaldı ixtisas seçimində artıq həyəcan başlayıb. Bugündən etibarən həm valideynlər, həm də abituriyentlər öz ixtisas seçimlərində nələrə fikir verməlidirlər, bunları araşdırırlar. Bunlar üçün artıq əlimizdə bütün vəsaitlər var. İxtisas seçimi üçün abituriyentlər tələbə qəbul komissiyasının buraxdığı xüsusi vəsaitlərdən istifadə edə bilərlər. Bunlar abituriyent 2. Burada deməli, keçən ilki ixtisaslar verilibdir ki, keçən müsabiqə şərtləri nə idisə, abituriyentlər həmin o jurnalda verilmiş olan ixtisasların keçid ballarından proqnozlaşdıra bilərlər. Və bununla bərabər də abituriyent 3 jurnalında isə ali məktəblərə ixtisas seçən şagirdlər həmin ixtisasların kodlarını və ödəniş ballarını, ödənişlərini deməli oradan müəyyənləşdirə bilərlər. Keçid balları ixtisas proqnozlaşdırılmasında ən önəmli şərtlərdən biridir. Keçid balı ən əsas şərtdir. Ən əsas şərtdir. Şagird öz... Məsələn, başlayaq biz minimum bal, 150 baldır. Keçid balı. 150 bal toplayan bir abituriyentə biz ixtisas seçərkən ilk 5-ə nəyi qoysun? Hansı ixtisaslar müəyyənləşdirsin, yazsın? Burada şərtlər qruplara görə dəyişilə bilər. Məsələn, birinci, ikinci, üçüncü keçid balları bütün qruplarda fərqlidir. Keçid balları, misal götürsə birinci qrupun keçid balı, minimum keçid balı 150 baldır. Və burada hər hansı bir fəndən 0 bal toplamağı da nəzərə alınmır. Həmin şagird da 300-dən artıq bal toplayıbdırsa, artıq onun digər fənlərdən olan sıfırları nəzərə alınmır və yenə də o, deməli, dövlət sifarişli olan ixtisasların seçilməsində iştirak edə bilər. 150 bal seçmək və yaxud da 200 bal seçmək, 300 bal seçmək, imtahanda toplamaq o həmin abituriyentin ali məktəbə qəbul olmağı deyil. Burada doğru seçim, düzgün seçim, topladığı bala görə uyğun ixtisasları seçmək önəmlidir. Birinci qrupda götürsək ki 300 bal, şagird abituriyent burada nə etməlidir? Keçən ilki proqnozlar çox da dəyişilməyəcək. Çünki birinci qrup üzrə keçən ildə ali məktəblərə keçid balı 150 bal idi. Bu ildə 150 baldır. Demək, tələbə qəbul komissiyasının xüsusi buraxılışı olan jurnallarda o ixtisasların keçid ballarına görə tam rahat şəkildə abituriyent seçim edə bilər. Sadəcə, ən önəmli məsələ, abituriyent ixtisas seçərkən öz xarakterini, öz xüsusiyyətini, dünyaya baxışını, insanlara münasibətini, o ixtisasın içərisində özünü tapa biləcəkmi? Bunları da sözsüz ki, götürüb etməlidir. Təbii, bunlar da rol oynayır, Elxan müəllim. Məsələn, indi deyək, abituriyenti 300 bal toplayıb. Buna biz hansı faktorları tövsiyə edirik? Yəni, belə bir məlumat da var ki, məsələn, 150-300 arası, 350 arası bal toplayanlar belə bir məlumat da yayıldı ki, daha yaxşı olar ki, özəl universitetlərə ya da ödənişli fakültələrə seçimini etsinlər. Bu düzgün bir yanaşmadır. Ödənişli və ödənişsiz ixtisaslar həm özəl, həm dövlət universitetlərində vardır. Və artıq bir neçə ildir ki, özəl universitetlərdə də dövlət hesabı ilə təhsil almaq, belə deyək, hüququ verilibdir. İstənilən şagird yüksək bal toplayıb. Əgər özəl universitetdə oxumaq istəyi varsa, həmin universitetdə ödənişsiz oxuya bilər. Və bunun üçün yenə deyirəm, yüksək bal toplamalıdır. Amma qaldı ki, sizin sualınızla 300 bal toplamış olan şagird hansı ixtisasları seçə bilər? İxtisaslar çoxdur. Yenə birinci qrup üzrə deyək, birinci qrupda 300 bala görə ixtisas seçimi daha çoxdur. Amma gəlsə üçüncü qrupa, üçüncü qrupda isə 300 bal heç bir şagirdi, valideyni qane etməyəcək ixtisaslarla belə deyək də qarşılaşır və ona görə də burada müəyyən çətinliklər çıxır. Birinci qrupda neft kimya üzrə, daha doğrusu desə, sənaye, texniki yönümlü, bu sahələr üzrə ixtisaslar seçə bilərlər. Hətta kənd təsərrüfatı ilə bağlı olan müəyyən ixtisaslar var ki, onların keçid balı daha aşağıdır. Sözsüz ki, bunlar da yenə də abituriyenti və yaxud onun valideynlərini qane etdiyi zaman onu seçmək daha rahat olur. Bəzən şagird 300 bal toplayır və o öz düşəcəyi ixtisası qane etmir və ona görə də imtina edir. Əvvəlki illərdə səhv eləyənlər, yəni sıralamanı düzgün etməyənlər çoxmu olub? Sıralamanın çox olması abituriyent üçün ən uğursuz və yaxud da ki, heç vaxt arzulamadığımız bir hadisələrdən biridir. Mən çox rastlaşmışam ki, 400-450 bal toplayan şagird
4-cü qrup üzrə götürək, ya 2-ci qrup üzrə yekunda heç bir yerə düşə bilmir. Səbəb nədir? Adam yandırar da 400-450 bal yığın və tələb olmuyor. Nəticə də olmasın. Bunun da səbəbi nədir? Burada bir köhnə düşüncə var. Hər hansı bir o balı toplayan şagirdin valideynin ora yersiz müdaxiləsi. Yersiz müdaxilə nədir? Nədir? Bunu deyək. 400 bal toplayan şagirdə valideyn dur gedək qonşu çox savadlı adamdır. Moskvada bitirib universiteti. O vaxt ən savadlı adamlardan idi. Gedək ondan kömək ala. O isə düzdür, savadlıdır. O ixtisasın nə demək olduğunu bilir, amma keçid balı nədir bilmir. Ən yüksək ixtisasları yazır, 600 ballıq, 500 ballıq ixtisasları yazır və yekunda bunun topladığı bala uyğun gəlməyən ixtisaslardır. Doğru seçim bundan ibarətdir ki, şagird topladığı bal, yenə atırıq bir 400 bal, 400 bal toplayan şagird öz topladığı baldan 70 bal yüksək və öz topladığı baldan da 70-80 bal aşağı olan və özünü qane edən ixtisasları seçə bilər. Və sözsüz ki, yekunda bu proqnoz özünü doğruldacaq. Bu hamısı 99% belədir. Buradakı qızıl yanaşma, qızıl ölçü, qızıl seçim deyək, 70 bal o ixtisasın yuxarı, 70 bal isə aşağı seçim. Hər ixtisasın orada bir keçid balı var mı? Məsələn, abituriyent jurnalında. Yəni, ilk dəfə deyək ki, imtahan verənlər var. Biraz daha tam detallı izah edək. Bütün ixtisaslar, keçid balı nə qədərdir? Tam görsənir mi oradan? Bu jurnalda, abituriyent jurnalının bu buraxılışında biz əvvəlki illərə görə keçid balları verilibdir və burada işləmə qaydası da çox önəmlidir. İşləmə qaydası da bundan ibarətdir ki... Biz onları istəyirsiniz bir yaxın planda görsədək, rektorumuzdan xahiş edeyim. Bəli, onu biz... Abituriyent jurnalı abituriyentlərə bəlli olan jurnallardır. Bunların digər formada çap olunmuşları da var. Bilmirəm, mən bunu necə göstərsəm. Bəli, onları biz o şəkildə görsədək, bəli. Mən ilk öncə bu jurnalla bağlı deyim. Bu jurnalda hər hansı bir universitet, bilmirəm indi misal üçün, dövlət universitetlərindən, Bakı Dövlət Universitetindən deyək ki, 1-ci qrup üzrə verilmiş olan 1-ci ixtisas, geologiya mühəndisliyi və əyani ixtisas olaraq burada demək seçiləcək. Keçid bal 234 bal olub. Görsədilir mi orada 230, yoxsa? Bu ödənişli əsaslı olan keçid balıdır. Bəli. Və ödənişsizində isə bunun 472 bal keçid balı kimi müəyyənləşdirilir. O da qeyd olunub orada. Və hamısı burada qeyd olunubdur. Müəyyən ixtisaslar vardır ki, ödənişsiz ixtisasın yerini göstərmək üçün burada keçid balı müəyyənləşmir. Bu yəqin ki, bundan ibarətdir ki, keçən il həmin ixtisasın dövlət hesabı olan yerinə belə deyək də müraciət olunmur və yaxud da bu müraciət olunmamağına görə də bunu göstərmək mümkün olmuyubdur. Bu jurnalda bütün abituriyentlər topladığı bala və öz qruplarına müvafiq olaraq ixtisaslar seçə bilərlər. Və ixtisas seçilikdən sonra bu iş bitmir. Və bunun davamı olaraq biz Abituriyent 3 jurnalında şagird seçdiyi ixtisasın hansı universitetə aiddirsə, onun elektron ərizədə, elektron qaydada ki, dolduracaq, orada həmin o kodları istifadə edəcəkdir. Yenə mən bayaq adını çəkdiyim ixtisasın mən burada kodunu göstərə bilərəm. Geologiya mühəndisliyi bayaq haqqında məlumat verdim. Deyək ki, bunun Bakı Dövlət Universitetinə aid olan bu ixtisasın 111-252 ixtisas kodudur. Və bu tipdə 15 ixtisas seçdikdən sonra bu kodlardan da istifadə etmək şərti ilə abituriyent öz elektron ərizəsini dolduracaq və doldurduqdan sonra onu yadda saxlayacaq. Yadda saxlamaq ərəfəsində isə orada yenə də ona təşrif olunur ki, diqqətli ol, hələ bunu tam çap etməyə bilərsən. Yadda saxlamaq onu təsdiq etmək demək deyil. Elektron ərizəni bir də ən yekunda təsdiq etmək var ki, artıq təsdiq olunduqdan sonra artıq o bir müraciət formasıdır və onu bir daha dəyişdirmək mümkün deyildir. Mümkün deyil. Yəni, biraz əvvəl sizin qeyd etdiyiniz kimi 400-450 balla kənarda qalan abituriyentlər var. Günümüzdə sizə müraciətlər olur. Nələr var bu müraciətlərdə? Mən xüsusilə ən önəmli şagirdlərin ixtisas seçimində proqnozlaşdırması üçün bir şeyləri istəyirəm ki, unutmasınlar. 4-cü qrup xaric, yerdə qalan 1-ci, 2-ci, 3-cü qruplarda ixtisas seçimi proqnozu biraz daha sadədir. Ona görə ki, biz əgər keçənilki keçid ballarına görə ixtisas seçiriksə, keçənilki keçid ballarda dəyişilmədiyi üçün biz rahatlıqla bayaq dediyimiz 50-70 bal yuxarı aşağı prinsipindən istifadə edə bilərik. Amma 4-cü qrupda isə bu tamam fərqlidir. Ona görə ki, 4-cü qrupda keçən il keçid balı, minimum keçid balı 250 bal, bu il isə 150 baldır. Deməli, biz burada fərq olaraq 100 balı maksimum nəzərdə tutmalıyıq. O 100 bal, o deməkdir ki, biz keçən il minimum keçid bal olaraq 250 bal olan ixtisası biz bu il 150 bal kimi nəzərdə tuta bilərik.
Bu hardasa özünü... Yəni biraz daha, abituriyentlər biraz daha avantajlıdır o zaman. Həm avantaj var burada, həm də dezavantaj var burada. Çünki o 100 bal onu çaşdıra da bilər. Məsələn, 4-cü qrup üçün götürək, misal üçün 4-cü qrupda abituriyent 350 bal yığıb, misal üçün 350 bal yığıb və keçən il keçid balı 400 olan bir ixtisası seçir. Bu abituriyent bura müraciət eləsin mi, eləməsin mi? Keçən il 400 bal olan ixtisası bu il yəqin ki 300-320 götürmək olar 4-cü qrupda. Yəni oradan biz 300-320. 100 çıxır. Və sözsüz ki 300 bal toplayan şagird 4-cü qrupda həmin ixtisas üzrə özünü yoxlaya bilər. Yəni ilk cərgələrdən birinə, o 15 dənə ixtisas sıralamasında ilk yerlərdən birinə yaza bilər. Ən azından ilk 5-liyə. Bəli, birinci qrupda 430 bal yığan. Birinci qrupda 430 bal toplayan, yenə də keçən il həmin keçid balı qaldığı üçün 400, mən belə tövsiyə eləyərdim ki, 480, 500 və yaxud da 480-dən başlayaraq 380 bala qədər ixtisas seçimlərini edə bilərlər. Yəni, yuxarıdan birinci ixtisasları 480, 500-dən başlasınlar, yavaş-yavaş. Və 380, o artıq 380 onun, belə deyək də, çöldə qalmamasını garantiya alan bir ixtisaslardır. İlham müəllim, təbii ki, çox diqqət edilməsi gerəkən bir məqamdır. Yəni, 11 il oxumaq bir yana, bu ixtisas seçimi, yəni bu anketləri doldurmaq, düzgün bir seçim eləmək bir yana. Abituriyentlərə bu mənada tam, belə deyək, müraciət edə biləcəkləri. Yəni, mənə həqiqətən də deyək ki, ehtiyacım var, bu ixtisas seçimi işində mənə kömək elə. Bu cür yerlər varmı? Yoxsa abituriyentlərin böyük bir əksəriyyəti necə gəldi? Yəni, qonşuda ya da filan qonşu ölkədə oxuyub gəlib, savadlı adamdır. Bu şəkildəmi, bu üsullardan mı istifadə edilərək doldurulur? Mən ilk növbədə abituriyentlərə bu etapda, bu mərhələdə soyuqqanlı olmağı tövsiyə edirəm. Çünki artıq bugün ixtisas seçiminin başlandığı gündür. Bütün valideynlər çox böyük həyəcan içərisindədir. Elə bilirlər ki, bəzən belə suallar olur. Mən ixtisasımı tez yazım, tez seçim. Ola bilər ki, axıra qalsam, yer dolar, mən düşmərəm. Bu fikirlər tamamilə yanlışdır. Belə düşünənlər də var. Belə düşünənlər də var. Ondan əlavə olaraq, ixtisas seçimini lazımdır ki, götür-qoy etmək. Burada ixtisas haqqında bir məlumat toplamaq. İndiyə qədər artıq bal toplanılıb, bilinir. Seçəcəyin ixtisasın nəyə sonra, hansı işimizə yarayacağını da bilsinlər. Bunları bilmək vacib şərtdir. Ən əsaslısı ixtisas seçimində bunu bilən insanlara. Bunu bilənlər də çoxdur. Allah'a şükür, bəzən abituriyentlərin özü də bunu izləyə bilir. Amma mən yenə də o fikrə qayıdıram ki, çox savadlı olmaq, çox dünyanı gəzib dolaşmaq bu ixtisas seçimini bilmək mənasına gəlmir. İşin içində olanlara müraciət etmək lazımdır. Hər gün neçə nəfər müraciət edir? Və bu müraciətlərin içində qəribə müraciətlər var mı hələ də? Qəribə müraciətlərdən qaçmaq olmur. Məsələn, nələr olur? Qəribə müraciətlər bundan ibarətdir ki, şagird seçir, 15 dənə ixtisas seçib gəlir. Soruşuram ki, bu seçdiyin ixtisaslar haqqında gəl bir söhbət eləyək. 15 ixtisasdan onun haqqında nədir məlumatı bilmir. Sadəcə soruşursan, niyə seçdin? Topladığın bala bu uyğun idi, bunu seçdin. Ondan əlavə bunu deyək ki... Amma təbii ki, biz abituriyentlərdən 15 ixtisas haqqında tam, belə deyək, detallı məlumat, yəni bu məlumatlar da biraz... Amma vaxtımız var, yox. Vaxtımızın varlığı bunu imkan verə bilər ki, biz ixtisasları biraz da təhlil edək. Digər bir məqam, yeni aparılan araşdırmalar göstərir ki, bizim ekspres sorğular nəticəsində məlum oldu ki, hələ də internet klublara gedib, bir xeyli insanlar internet kluba gedirlər. Düzgündür, internet klubda ixtisas seçiminin edilməsi. Bu mərhələdə mən internet klublarda ixtisas seçimini heç kəsə tövsiyə etmərəm. Ola bilər sənəd qəbulunu, elektron ərizənin doldurulması, indiyə qədərki olan mərhələdə elektron ərizənin doldurulması internet klublarda mümkün olsun. Hər kəsin evində internet şəraiti yoxdur. Bunun üçün ilk işin əvvəlində, yəni sənəd qəbulunu təqdim etdi. Amma indiki mərhələdə elektron ixtisas seçimində bu ixtisasların hansı əvvəlki illərdə necə olub, keçid necə olub, həmin yerlərə say nə qədərdir, yəni tələbə ehtiyacı nə qədərdir, həmin ixtisaslar müxtəlif universitetlərdə hansı ballarla deməli, tələb edir şagirdi. Bunların hamısını təhlil edə bilən lazımdır. İnternet klub o, belə deyək... Avtomatik bir ardıcıllıqla mı yığır siyahına? Orada biz öz ardıcıllığımızı düzəcəyik. Yəni, internetdə biz bunu tələbə qəbul komissiyasının... Yəni, internet kluba geçsək belə bizim hazır siyahımız olmalıdır ki, mən bu ixtisası istəyirəm. Ya bunu, bəli, peşəkar bir adam öz ixtisas seçimini etməlidir. Etməlidir ki, bu ardıcıllıqla gedin, həmin o saytda siz bunu təsdiqlədin, bunu etmək lazımdır. Amma internet klubda siz gəlin mənə kömək edin, mən bu ixtisas seçimini edim demək, abituriyenti yəqin ki, xoş nəticə ilə qarşılaşdırmaz. Bəli. Biz sonda bir daha xatırladaq, hörmətli tamaşaçılara, demək, abituriyentin yığdığı bala uyğun olaraq maksimum 70, minimumda 50-70 bal səviyyəsində ona uyğun
ixtisaslar seçilməlidir. Bəli, deməli, keçid balı müəyyənləşmiş olan qruplarda mən bir daha xatırladıram ki, birinci qrup üçün keçid balı 150, ikinci qrup üçün keçid balı 150, üçüncü qrup üçün keçid balı 250, dördüncü qrup üçün isə keçid balı yenə də 150-dir. Bu o deməkdir ki, bu balları keçən şagirdlər əgər ixtisas seçimini düzgün, doğru, düz şəkildə etmiş olsalar, müəyyən bir ixtisaslara düşə bilərlər. Amma ixtisas seçimində bir daha onu xatırlatmaq istəyirəm ki, bayaq sual verdiniz. Ən şanslı qrup hansıdır? Ən şanslı qrup? Ən şanslı qrup bu il tam belə də hər hansı birinin daha çox şanslı olduğunu demək olmaz. Amma dördüncü qrupda ixtisas verənlərin sayının azlığı və müsabiqə şərtlərində də yerdə qalanların çox olması mənə elə gəlir ki, hardasa dördüncü qruplar biraz şanslıdır. Orada nisbət necə gedir? Birinci qruplarda iş 50-50-yədir. Üçüncü qruplar hər il olduğu üçün çox elə şanslı qruplar deyirlər. İxtisas sayının azlığı, yüksək ballıların çoxluğu, rəqabət çoxluğu var. Və ikinci qrupa gəldikdə artıq günümüzdə öz ixtisaslarını, orada belə deyək də, abituriyentlərə təklif olunan ixtisaslara görə ən belə deyək də, reytingli ixtisasların da orada olduğunu görürük. Yüksək ballılar da artıq ikinci qrupda özünü göstərməyə başlayır. Rəqabət var. Ən şanslı qrup deyirsiniz 4-dür. Tam nisbətən, tam demək biraz ola bilər. Yəni, haradasa 2 nəfərdən biri tələb adını qazana bilər. İnşallah, elə ola bilər. Yaxın, biz çox təşəkkür edirik, minnətdarıq. Buyurun, çox sağ olun. Hörmətli tamaşaçılar, bununla da bugünkü aktual qonaq bölümü burada öz işini yekunlaşdırdı. Proqram müsaadəçılığı ilə davam edir. Sağ olun, salamat qalın. İdman xəbərlərini Nissan avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru Nurgün Motors təqdim edir.